Herkese salam dostlar. Səhər saat 5-dir və Zərdaba gedirik. Belə agentliyin forması var. Bizə verdiyi. Mən könüllü olarkən bunu bilmirdim tez-tez. Artıq mən məzun könüllüyəm. Bu arada yeri gəlmişkən maraqlı olanlar media könüllülük proqramına müraciət edə bilərlər. Amma hazırda müraciət aktiv deyil. Sadəcə əgər sizə maraqlı olsa, mən bununla bağlı ayrıca bir video çəkə bilərəm. Formamı geyinməzdən öncə sizə çantamı da göstərmək istəyirəm. Bu çantanı götürəcəm. Əslində bizim orada agentliyin bizə verdiyi belə deyək parça çantalar var. Sadəcə o uzun yol üçün uyğun olmayacağı üçün mən öz çantamı götürəcəm. Belə çantamda nə olub olmadığına baxaq. Birinci tabii ki kaşlokum var. Böyle bir küçük makyaj çantası var. Bunun içerisinde ise düzgün sabun, yaş salfet, kirişliden kalıp sonra böyle yara bandı ve rezin ve böyle saçımı yırmak için gördüğünüz bu boşka neşe. Makyaj şeylerimi de bunun içine koyacağım. İki tane bir şey getireceğim yüzüme. Onu yorumu kenara ayırır. Ondan sonra bir adet banknot ve kalem götürürüm. Planşetim ve kalemim, hafif kalemim. Bunu götürürüm. Uzun yolda yiyeceğim işe saatlerinden. Ve çantamda iki adet atıştırmalar var benim. Bir de tabii ki kulaklık. Çantam bu kadar. Şimdi formamı giyineceğim, makyaj edeceğim ve çay içip çıkacağım. Formalım köynəyimi giyindim. Dediyim kimi bunu da giyineceğim ama üst giyinimizi. Bu düzgünler çok böyle olur ədsiz. Ama standart da bu arada ölçüsü. Köynəklərin ölçüsü, makyajların ölçüləri standart olur. Belə çok oversize olur. Belə bir şekilde qalır əynimdə. Biz Zərdabinin, Həsən və Zərdabinin ev muzeyindən gidəcəyik. Ondan sonra nə olacağı haqqında heç bir məlumatım yoxdur. Tək bildiyim şey, Zərdaba səfərin əsas məqsədini Zərdabinin ev muzeyinə səfər eləməyimizdir, media könüllüləri olaraq. Bilirsiniz ki, Zərdaba Azərbaycan mətbuatı üçün çox önəmli bir şəxs olub və mən də jurnalistika fakültəsinin tələbəsi olaraq bu mənə maraqlıdır həqiqətən də. Rəfiqəm Sevil də mənimlə gedir. Birazdan görəcəksiniz onu da yanımda. İndi mən makyajımı tamamlayım tez-tez. Sonra isə artıq tələsməliyim çünki saat 7-də dediyim kimi evlərdə olmalıyam. İnşallah gecikmərəm, amma həqiqətən artıq çıxmalıyım evdən. Mən hələ də makyaj edirəm. İndi Koroğludayam və gecikirəm hazırda. Tez-tez qatara minməliyəm və oradan evimlərdə çıxandan sonra da elə ayaqla yolum var. Metrodan çıxdım. İndi gedirik. Avtobus gəlib artıq saat 7 tamamdır. Çok az gecikdim. Aslında bu çok büyük bir başarı. Şuralardan geldiğimi nəzərə alsaq. Avtobusumuz oradadır, kırmızı. Çatdım.
Bəli, gəldim çatdım. Saat neçədir? Aha. Görək nə qədər gecikmişəm. Mən gələndə saat 5 falan var. 5 dəqiqə gecikdik. Boyda qaçmaq var. O boyda qaçmışam. Yəni taksi tapa bilmirdim. Siz nə qədər gözləmişəm. Amma bugün buradayam. Baxsaz yaxından gələnlər hələ burada deyil. Mən şu an mən qaça bura gəlmişəm artıq. Deməli, bir həftə sonraki Azərbaycan cəmiyyəti. Deməli, o bir dənə söz var, deyir ki, dilimizi tuta bilərik, amma baxışlarımızı əsla. Siz o onları yaşadınız ki, onlar Cringe anlar yaşanır burada. Hatta demirik də, prosta nə yaşanır dəqiq. Biraz uzaqdan çakallar Belə çıxılır. Hə, nəsə də, görsə səsimiz necə düşür. Sonunda yola çıxdı. Saat neçədə? 38-də yola çıxdıq. Güya biz saat 7-də çıxacaq. Bəli, gedirik. Böyle. Deməli dostlar, oyun düşdük. 2 nəfər oynamalıyıq. Sevindən oynayacağıq ki, ürəyimiz sıxılmasın. Hələ vaxt sevik. 1 saat nə qədər yolumuz var hələ. 1 saat 50 dəqiqə. Sol set. Hələ 5 dəqiqəli fasilə verir. Salam. Vloguma da salam deyin. Hanı salam deyin? Vloguma, bəli. YouTube-da salam deyin. Xəncər uşaqlarına salam. Ne gel uşaqlar. Bəli. Sizin hamınızın partimiz yoxdur. Rəhmə. Salam əleyküm. Mən bloglarımızdan tanıyırsınız yəqin. Ver özüm çək. özüm çəkməyi. Özü çəkməyi. Mən bloglardan tanıyırsınız yəqin ki, yəni birinci dəfə deyil. Xoş gəlmişəm. Xoş gəlmisən. Birazdan acam. Ne istəyirəm. Bəli, bəli. Special for me. Ölərəm yaşamayan Bakı sənsiz Bakıdır məskənimizi Bakıda qalacağım Ölərəm yaşamayan Bakı sənsiz Bakıdır məskənimizi Bakıda qalacağım Bakıda qalacağım Bakıda qalacağım Bakıda doğulmuşam Bakıda qalacağım Bakıda qalacağım Bakıda qalacağım Ben kendimle tanıştım. Dünümle bugünüm can ciğer kuş sarması. Geç oldu temiz oldu geçmişimin karması. Yıkadı günahlarımdan benim masumiyetim. Cennetten gelen bir melekti sanki. Yıkadı günahlarımdan benim masumiyetim. Cennetten gelen bir melekti sanki. Her şeyim tas tamam yapmaya çalıştım. Yazdım kıştım bir de yanına yakıştım. Yemeğe gelmişim. Çok garibə baxır. Mavi renkdə. Ne dili? Almanca necə? Ay bacım yıxılımışdım. Onu tez almışam. Bəli, indi mən sizə elə çəkəcəm hamınızı bir-bir belə gələcəm. Oradan dərslər. Danışılmazsın. Yedik, bitirdik.
Aynur gel buraya. Yorumumu alacağım. Aynur gel buraya. Gel. Farklı bir Aldım bütün şeydir. Ne biliriz ne? Gel. Un olduğunu Bəli, şeylə. Yorumumu bildir. Yedin nə düşünürsən? görünmür. Sən hiss elədin onu. Hə, yedi. Yedim, çox mutluyam. Mutluyam. Gözləm. Sənə şey çıxardıram. Çok xoşbəxtəm. Şey çıxardır sənə. Mikrofon tutardı. Çok xoşbəxt hiss edirəm. Yemək yedim. Əslində sadəcə yemək yemirəm, amma yəni bundan sonra nə olacaq, nə olmayacaq bilmirəm deyə gidiyorum. Bir də olmaya bilər. Bir Mən dənə də. nənə baba konfeti olan apelsinli şeydən yedim. Çox xoşbəxtəm. Bye bye. Bay bay. Bye bye. Azı niyə bu rəngdəyik? Peşimi bura. Senin aşkın cil. Şey oldu, düzəldi. YouTube'a qoyacağam bunları mən. Salam, əziz tamaşaçılar, Tahilənin əziz YouTuber tamaşaçıları. Bəli. Mən Aytaç Burada bir dənə CV paylaşırıq burada. Hə, bir də altdan mən Instagram səhifəm. İletişim bilgilerini bura yazılsam. Nömrə, hətta nömrə. İndi bizi qruplara böldülər və içəri giririk. Baxaq ki, görək. Koxuya bax. Çox sağ olun. İşte girdik içəri, çıxdıq. İndi gözləyirik ki, digər uşaqlar girsin, çıxsın. Bizə məlumatlar verdilər. Amma mən ən sondakı o kasa məlumatı mənim maraqlı gəldi. Oranı çəkmədim sizin üçün. Eksponatlardan danışırdılar. Qalanlar da bildiyimiz məlumatlar idi. Çox belə yeni bir şey öyrəndiyimiz deyilə bilməz əslində. Belə. Gedirik indi təlimə. Qurtardıq burada işimizi. Yorğunam artıq. Şimdi gəlir balaca şübhəli. Elə. Gəldik təlimə. Ay, bura qəşəng. İşığını sevdim buranın. Yuxum gəlir, sevilsən nə hiss edirsən? Mən də bilmirəm. Şu an tək qalmaqdan başqa bir şey düşünmürəm. Görək. Təlim də belə bitdi. İndi gedirik kollektiv şəkil çəkdirməyə. Ondan sonra yemək yeyəcəyik və qayıdacağıq. Səssiz ağlaram, ürəyimi dağlaram. Səndən sonra qəlbimi əbədi bağlaram. Sən üzülmə can yaram. Mən sən... Orada şey gedirək. Mən уже yorğunum. Yenə gəldik səhər yeməyi elədiyimiz yerə. İndi axşam yeməyi yeyəcəyik. Sonra yolumuza davam edəcəyik. İndi isə evə gedirik. Bəli. Niyə? Dərsi var sabah. Bizim yoxdur deyə xoşbəxtlik. Mənim yoxdur yəni. Will. Xoşbəxtsən mi evə getdiyimiz üçün? Yəni. Bəli.
İndi fasilə yenə hava qaralıb yatmışdım. Görək nə baş verəcək sonra. Yolumuza davam edirik. Bilməm nə qədər yolumuz qalıb amma. Bəli, Sevil mən marketi göndərdi. Bilmədim nə alım valla. Məndə nə varsa yəni aldım. Evə gedənə yaxın evə çatmaq sevincidir bu. Nəhayət elmlərə uzun yolculuqdan sonra. Deyir bax. Bəli, Sevil artıq metrodayız. Elmlər də bomboşdur. Elmlər bomboş, çox mutluyuz yəni. Gözləyək, görək, haçan. Getdik, çatdıq dayı Koroğluya ayaqla özümüz. Koroğluya yox, Nizamiyə. Burada Nizamidir bu yan. Gözləyirik. Maşındayam və evə getməyi gözləyirəm. Dükan düşüblər. Çox yorğunam. Yatmaq istəyirəm. Makyajım falan. Aləm bir-birinə qarışıb. Çox kötü, çox yorulmuşam. Və bəli, burada başlayan video burada da sonlanır. Evə gəldim, makyajımı sildim və videonun ardını çəkməyə yadıma düşdü. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Suallarınız olsa şərh bölməsində təbii ki soruşa bilərsiniz. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Sağ olun.